Əgər uzun zamandır təkrarlanan hadisələrin içindəsənsə, sanki bir döngüdəsənsə, demək ki, bu video sənin üçündür. Çünki həyatı dəyərlərlə yox, avtopilotda yaşayırsan. Dəyərlər bizim həyatımızın kompasıdır. Seçim isə addımımızdır. Əgər kompas başqa tərəfi göstərdirsə, addımlar isə başqa tərəfdədirsə, demək ki, içinizdə dərin bir boşluq olacaq. Nə qədər uğurlu olsanız da, bu boşluğu heç nə doldurmayacaq. Bunun üçün sənə 10 saniyəlik bir məşq verəcəm. Bir seçimini götür, yaz və bu seçiminin hansı dəyərə xidmət etdiyini sualını ver. Əgər cavabların çoxdursa, demək ki, sənin verdiyin bu qərar, bu seçim, etdiyin bu seçim vərdişə əsasəndir. Yəni avtopilot rejimindədir. Və ona görə də sənin dəyərlərinə xidmət etmir. Çalışın, seçimləriniz dəyərlərinizə xidmət etsin ki, həyatınızı dolu-dolu yaşaya biləsiniz.